Salam dostlar, indi Qobustan rayonunun Ərəb Qədim kəndindəyik. Yusuf qardaşımızdan Ərəb Qədim kəndində hansı çay gedirik? Arpa çayı deyilən dağdır da. Burada Arpa çay deyən bir yer var. Çaydır da yəqin ora, ha? Çay deyil, yəni sel gələndə oradan axır çay, amma belə Arpa çay deyən bir yer var, dağdır, ora gedirik. Çox maraqlı bir kənddir, Qobustan rayonunun Ərəb Qədim kəndi. Bura niyə Ərəb Qədim deyirlər? bura qədim ərəblərin gəldiyi yer olur, da kənd olur. Bunlar kəndin əsas əhalisinin kökəni ərəblərdir. Nə vaxt gəliblər? Səncə əsrdən? 8-9-cu əsrdə gələn ərəblərdir. Ha, o vaxtdan burada yaşanan çox ərəbdir, ərəb kəndləri. Amma bu ilk dəfə gələndə bu kəndə gəlməyiblər də. Bu Şamaxı tərəfdə Arab dağı deyilən yer var. Orada gəlib məskunlaşıblar. Sonradan Çar Rusiyası dövründə Malakanlar ora köçürülüb. Malakanların donuzları bulaqdan su içirmiş. O vaxtın ağsaqqalları da imanlı kişilər olub. Onlar düşünüblər ki, bu donuzların su içdiyi bulaqdan bizim heyvanımız da su içir. O heyvanlarımızın əti, südü nə qədər bizə halaldır, haramdır, şübhəli qalır. Ona görə yerlərin dəyişib indiki yerə gəlirlər. Ha, bildim. Ona görə bu kəndin adı Ərəb Qədim adı. Ərəb Qədim 3 kənddir. Yəni qədim ərəb kəndi demək. Bəli, 3 kənddir. Dərəyur, Göydərə, Nardərən. Üçü bir yerdə, yəni Ərəb Qədim Aram mahallıdır. Bu da Ərəb Qədim kəndinin mənzərəsidir. 3 kəndin birləşməsindən meydana gələn bir kənddir. Demək bu kənddə bu ərazi Arpa çay ərazisi adlanır. Niyə bura Arpa çay deyilədiniz siz? Yəni dəqiq deyə bilməyəcəyəm, amma burada belə fikirlər var. Daha bəlkə bu bəlkə də Arpa çayır da adı. Arpa çayır. Arpa çayır. Elə qalıb da. İnsanlar bura yayda gəlirlər dincəlməyə zad gəlirlər, yoxsa belə baxıb gedirlər? Gəlir, burada həm örüş yeridir, heyvanlar. Ondan yuxarıda dumanlı yer. Daş kəsən, bizim bildiyimiz daş kəsən rayonu kimi bir şey. Amma 11 əmək. Kəndli mi nədir? Yox, sadəcə olaraq bir yerdir də, bir daşdan qayalıq yerdir. Ondan yuxarıdakı o dumanlı yerdəki Gizəki dağıdır. Yəni səviyyəsindən 1047 metr hündürlükdə yerləşir və istiri vaxtı orada hərbi hissə var. 1980-88 ildə dağıdır. Orada kənd var bir nəzər, kəndlər var o tərəflərdə kəndlər. Bu tərəfdə Qobustana aiddir da. Ha, çox qəşəng, amma mənzərə çox qəşəngdir ha. Yayda bura sərin olar yayda da. Yəqin heyvanları da bura gətirirlər otlamağa. Bəli. Ara. Evet. Bizim evimiz yok ha. Furqan, xoşuma gəldi balam. Əladır. Əsmana xoşuma gəldi. Furqan, sənə xoşuma gəldi. Fatih gəlmişdi bura, Fatih. Gətirmişdiniz. Fatih gəldi. Ha. Bura qəşəngdir maşallah. Həqiqətən də çox gözəl mənzərəsi var buranın, Arpa çayın. Dediyim kimi Ərəb Qədim kəndində yerləşir. Qobustan rayonunun Ərəb Qədim kəndində. Bu gördüyümüz evlərdə Ərəb Qədim kəndinin görünüşüdür. Kəndinki belə maşındır. Moskva 87-ci ildə maşın. Motor da öz motordur, eləmi? Çox süper mənzərəsi var ha.
buralar bu yerlərin aprel-may ayında Ha. yaxşı yaşıl mənzərəsi olur gül çiçəklə. Amma Ondan yayda- sonra yay- yayda saralırsa olur. Ha. Əsmanur buralar qəşəngdir qızım. Bura qəşəngdir Bakı. Evet. Burada daş kəsən dediyimiz yerdir. Daş kəsən adlanır bura. Kızım orada qəşəng layla var kızım. Bak bu güllər layla adlanır. Gəl özdə layla qırın. Bak kızım layla. Birini qır özüvə. Niyə? Ha. Gəlin. Yıldırım nedir? Qayalıqdır. Ya. Şey eləməm qızım. Furqan. Əmrən tut Furqan. Çox ayına getmir. Ha yox getmirəm. O hovuzdur, da su dolu, hovuzdur. Özü dedim başladılar. Qayalıq. Və gəlmirsən axşam biraz. Gəlməmsən. Buraya daş kəsən deyirlər. Bax, görürsüz daşlıqdır da, bax, daş. Ha. Buradan daş kəsib aparıblar. Ha. Həmişə. Vaxtında. İndi də kəsirlər yoxsa yox? Yox, indi yox. Evdə tikməyə də. Hə, bəli. Adı qalıb daş kəsən. Daş